Bir dilim tort, bir paçka şokolad, bir stəkan da qazlı şirin içki və salam. Bu axırıncıdır. 10-15 dəqiqədən sonra bədəniniz yenidən şirniyyat tələb eləyir. Bunun adı əsrimizin bəlası olan, elə bir çox xəstəliklərin də səbəbi olan şəkər asılılığıdır. Alimlər araşdırıblar ki, şəkər narkotik qədər asılılıq yarada bilir. 2007-ci ildə siçanlar üzərində bir təcrübə aparıblar. Həmin təcrübədə siçanlara şəkər və narkotik maddə olan kokain veriblər. Siçanların əksəriyyəti şəkərə üstünlük veriblər. Çünki şəkər beynin mükafat sistemi olan dopamini işə salır. Şəkərdən necə qurtulmaq olar? Bugün təəssüf olsun ki, şəkər təkcə bildiyimiz o şirin çayda, tortda, şəkər burada, paxlavada yoxdur. Bir çox paketləşdirilmiş qidaların içərisinə şəkər vururlar və yaxud da şəkər əvəzedicisi vururlar. Əsas məsələ şəkərli qidalardan tədricən, yavaş-yavaş uzaq durmaqdır. Şəkərli qidalar nədir? Məsələn, bir insan il boyu hər gün 1 litr kola içsə, 10 kiloqram kökəlir. Çünki tərkibinin çox böyük hissəsi şəkərdən ibarətdir. Tort, şəkərbura, paxlava, bu kimi şəkərləri də yavaş-yavaş azaltmaq və əgər şirinyatsız dözə bilmirəm deyirsinizsə, bunları xurma ilə, kişmişlə əvəz etmək tədricən və onları da sonradan azaltmaq lazımdır.